Bəli, biz bu günlərim Azərbaycanımızın çox gözəl qonaqpərvər rayonlarından biri olan, gözəl rayon olan Lerik rayonunda qonaqpərvər rayonlardan biridir. Çox gözəl rayonlardan biridir. Çox gözəl kəndə Buzeyir kəndindəyik. Bəli, ilk öncə kəndin girişində şəhidimiz haqqında çəkiliş elədik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və sizə qabaqçı və nümunəvi təqaüdlü olan məlumatlardan birini təqdim etmək istəyirəm. Mənim adınız, soyadınız? Həsənov Əzzağa Ələğoğlu. Əzzağman. Neçə il təhsil sahəsində çalışmısınız müəllim? 41 illə çıxdım pensiyaya. Çox gözəl. İndi hal-hazırda neçə yaşınız var? Hal-hazırda 72 yaşım var. Allah ömür versin. Və hansı fən tədris eləmişsiniz? Mən rus dili, uzun müddət rus dili dərsi vermişəm. Həmişə ümumiyyətlə mənim ixtisasım olunur. Amma bir arada bir imkan düşdü. Azərbaycan dili və ədəbiyyatında tədrisinə. Buzeyir məktəbində. Bəli, Buzeyir məktəbində. Çox gözəl. Mən biz bilirik, kənddə maraqlanmışıq, çoxlu sayda şagirdlərdən, tələbələrdən. Siz həm gözəl müəllim, həm də şagirdləri öz fəninizi tədris etməklə bərabər şagirdləri vətənimizi sevməyə, bayrağımızı sevməyə, dövlətimizi sevməyə təbliğ eləmisiniz. Həm də gözəl atasınız, gözəl babasınız, gözəl valideyn, gözəl ağsaqqalsınız. Neçə övladınız var müəllim? Mənim 7 övladım var. Allah ömür versin. Və 20 yaxın nəvələriniz də var. 2025-ci 5 sentyabr tarixidir. Bizim çəkilişimiz vasitəsilə nəvələrinizə, övladlarınıza ürək sözü nə deyə bilərsiniz? Vallahi ürək sözü məndə bir müəllim kimi, elə bil məndə vərdişdir. Bütün uşaqlara, bütün gənclərə həmişə tövsiyəm odur ki, ilk növbədə vətən sevgisi insanda olmalı, əsas vətən sevgisi. İkincisi, böyüklərə hörmət, ata-anaya qayğı göstərmək, ata-ananı sevmək, mərhəmətli olmaq, insanpərvər olmaq, xeyirxah olmaq. Bu əməllər çünki insanı əbədi yaşar eləyən əlamətlərdir. Çox gözəl. Hər şeyin üstün vətən sevgisidir. Çox gözəl. Vətəni sevməyən insan olmaz. O rəhmətli Abbas Səhət o vaxt deyib. Bəli. Vətəni sev, qoy vətənin hər bir gül çiçəyi, hər bir ağacı, hər bir cığırı səni sevsin. Düzdür. Bax, hamısına mənə belə sevgi dolu həyat arzulayıram. Və arzum odur ki, bütün gənclər bu sevgi ilə yaşasınlar. Amin. Amin. Çox sağ olun, biz də sizi kimi müəllimlərlə fəxr edirik. Sizdə bu gündən sonra biz nə arzulaya bilərik? Ən gözəl can sağlığı arzu edirik. Arzu edirik ki, inşallah sizin 75, 80, 90, 100 yaşınızda gərək gözəl çəkişiniz. Təşəkkür ederim. Təşəkkür ederim. Allah sizi saxlasın.